Çox sağ ol qoca, təşəkkür eləyirəm. Onun bir şey nəzərəməsi, bir şeydir. Bu qarabıdır. Eybi yoxdur. Çox sağ ol, ruzun bol olsun. Sanki. Ay. Çox sağ ol, var ol. Allah sənə can sağlığı versin, Allah səni qorusun. Bu nə idi? Çox sağ ol. Kameranın əlində çox sağ ol. Mənim dostlarım ancaq mənə bıq saqqal atır da. Üstünə ağ gel, bu düz deyirsən. Ağ gel üstüne uzun bağlı ama çehra gel uzun bağlamaydı buna. Yox, bağlayır, çərəyə də Az bağlayır. bu kibriyi buradan niyə belə olub? Çərəyə də bağlayır, ağlayır. Sıralarını bağlayacaq, hə. Qəşəng bafla ki, otur, gel üstünə rahat otursun. Çox sağ ol. Əziyyət çəkmə, minnətdaram sənə, var ol. Ruzun qazancın bol olsun. İçəri yaxala gəl, içəri belə orada. Gel burada yaxala. İçəri, bura yaxala. Burada otur, gözlə, atabana var. Otur. Gözüm gedim tualetə, ayaqlar, əllərimi yıxalım. Yıx. Eyni gündə doğulmuşuq. Allah can sağlığı versin. Mamam səhər açlarından küsüb məndən. Deyir, cəmaat anasına Hollywoodda yer tutur ki, gedək oturaq. Deyirəm, az döyünürük, bu neyimizə lazım, bizim kimimiz var. Uşaqlara ad günü eləyəcəm da mən. Mənim 33 yaşım olur, ayım gedib, vayım qalıb. Qəbirdəkilər məni gözləyir. Hidayəti çox sağ ol, var ol, minnətdaram. Çox sağ ol. Ruzunuz hamımızın bol olsun. Ən yaxşı fen hansıdır? Qurutma. Nə bilim abla, mən 55 almışam. Çox sağ ol. Cici qız, çox sağ ol. Çok sağ ol. Abla yuduşturum. Yudum. Çok sağ ol. Şeylə vur. Spirtdə, spirtin al. Elə hə buradadır. Spirtin al. Gətirim yenə. Gətirim stəkanda. Yok narahat olmuşsun. Bilirim ben çay içərəm. Bilirim çay içərəm. Ürək olsun. Eğer buranın lisesi spirti olmazsa Elə. Aycan. Az gedim buralarda təmizləyim. Abla öyrəşmişəm ki koyma kipriyə. Qala bilmirəm. O neydi ki elədin təmizlədin ki? Saç qaynaqca. O ne üçündür ki ümumiyyətcə? Mən heç vaxt ondan eləməyiblər. O yumuşaldır, qanamaya qoymur, mikrobu götürür, əti dəridən daha rahat çıxardırsan. Hə, onu mən eləməyiblər. Çox sağ olun təbriklərə görə. Çox sağ. Nə ey bəcər qızdır. Mən iyi bəcərəmsə, sənin o yanındakı %100 oğlan hansı obyektdə otursa 100% mənə baxacaq. 100%. Ya da sənin oğlanın mənim oturub xvostuma, ona görə səni yandırır. Canım mənim. Mən özümə əmin qızam da, yəni. 90% bu ortalıqda olan qızların oğlanları mən Dubai obyektə girəndə belə baxırlar mənə. Ona görə çoxsu mənim əlimdən yanıqlıdır. Çünki nə qədər əlləşirsiniz, vırışırsınız, o Snapchatla üzvünüzü eləyirsiniz, mən Snapchatsız buyam. Buyam. O baby face deyirlər, nə deyirlər az ondan? Hə, ondanam mən də, yəni. Gör nə qəşəkdə bilirəm, mən bilmirəm. Lütə baxarlar da, az vallahi lüt deyiləm, Allah haqqı. Baharama görsədirəm ki, deyək, koftam görünür. Sən məni ayaq üstə gör. Sərməyə keçir. Gözünüzün üstünün dərisi niyə sallanır? Bu, çünki aşağıdan belə baxıram da ürəyim. Yox, yapışdırmışam ona görə o şeydəndir. Deyin görüm nə varım? Bu tərəfdən. Mən tərəfdə kipriyimdə. Tepiri biraz əydim. Deyə düzəltdim qızlar, deyə düzəltdim su. Amma çox qəşəkdir ya, bir dəfə deyinə. Qoy. Ya da xəbər eləyərsən mənə, mən səni gətirib verirəm. Burada qəşək qoyarıq. Bax gör 2 gün bəyənəcəksən. Elə rahatdır, elə qəşəkdir. Görüşməyə deyərəm. Meyxana deyə bilərəm, adı deyən də. Baş üstə. Yo, özüm qoydum da.
Qaşlarımı niyə bugünə qoymuşam? Nə bilim ay uşaqlar, nə bilim. Hamının həyatda səhv olur da indi. Kirayə ev bilmirsiniz. Yox, mənim sevgilim kirayə alqı-satqıda işləmir, bilmirəm amma. Elə bir oğlanla danışan kimi sizə mütləq xəbərdarlıq eləyəcəm. Sildir qaşımı. Az yo mağaza heç olmasa qalıb 3 dənə tük. Qaşımı uşaqlar mən düzəltdirəcəm. Oktyabr ayında tük əkdirəcəm qaşıma. İndi sildirsəm pis görünəcəm axı cəhənnəm başımızı giririk. Əllərimin üstü niyə qırışdı? Ay xanım nə bilim. Ama evde çalışacağım. Allah xəstədir. Abla nə rəng? Qırmızı. Qızlar kırmızı mənim uğurum idi da. O kırmızı rəngdən çıxdım aləmi vurdum bir-birinə. Tırnağımı xanım indi düzəldir mənim üçün. Saçı mən çimib gəldim. Qaşı bilmirəm neçəyə kilə, müxtəlif qiymətdir də. 1500-ə var, 2000-ə var, 3000-ə var. Bilmirəm ki. Mənim bir padruqam eləyibdi. Onlar model axtarırdılar deyən bir dənə analizin ödənişini elədi də 200 neçə manat. Bəlkə onun yanına getdim. Yəni yalandan nə deyim? Ki pulu ilə eləyəcəm zat. Ola bilsin onun yanına gedərəm. Amma ağrılı bir şeydir də deyim sizə. Çox ağrılı bir şeydir. Buradan olur, privaska filan olur. Yəni ağrılı bir şeydir. Bax əllərinin üstünə. Ay xanım, mənim 33 yaşım var. Mənim əlimin üstünə tər olsun. Özü mənim əlimin üstü ləkəlidir. Boğazımda da o ləkələrdən var. İlhamə xanım, çox sağ ol. Ruzunuz bol olsun. Allah gözəl ballarınızı qorusun. Bu ləkə, bilmirəm nə ləkəsidir. Bundan boğazımda da var. Salam, nə etdirəcəksən Zuzu? Qırmızı. Mən də öpürəm sizə aşkım. Şöyle çıktılar. Dedim oturun. Tırnaqlarım belə yaxşı deyil axı, yox. Hadi görüşürüz tekrar. Can aynı, boş ver. Samdan düşür ləkə. Salarıdan ləkə düşmür, yox. Bu ləkədən mənim atamda da olur, məndə də olur. Bax. Ben gitsek. Şurada kamera var. Bir de böyle. Bu burada da var, bax. Resim gel hayatım. Şurada. Kız demirsən burada var götürürəm. İniş geliyor. Boş ver. Şimdi. O bize yüzden. Necə özü konfet almır bura? Taşı rahatda var. Salam xırdalandı, bəli, evin yanında. Mənim oğlum mənə öyrədib ki, buradan evin yanına girmək olur. Xəbərim var, mənim xəbərim yoxdur. Arka yolu. Mənim xəbərim yoxdur. Rizqa çox sağ ol ablam. Oxuda yazın düşmür. Çoxsu mənə deyir ki, kisələnmirsən, külpindi başı. O gündən kimsə mənə deyirdi. Bu ləkə. Sələriyə bəli gedirəm. 3 dəfə getmişəm, qəşətdə qaralmışam. Amma xırdalanda yox da, yəni xırdalanda sələriyə getməmişəm, bilmirəm. Saçlarımı malicə, yox. Yayda axı qaynaq edirəm. Uşaqlar, mən belə şeyləri kompleks eləmirəm ki, özümə. Yəni, əlimin üstü filan, yəni. İndiyənə qədər həyatımdakı insanlar da heç bir mənə demir ki, əlinin üstü niyə belədir, nə bilir. O, siz kompleks eləyirsiniz özünüzə, yəni mənə eləmirsiniz. Mən rahatam. Mənim 33 yaşım var. Bugün sabah mənim qollarım da sallanacaq, boğazımda qırışım da olacaq. Yəni, həyat davam elədikcə, mən yaşa dolduqca, üzümə nə qədər botoks eləsəm, nə qədər əməliyyat eləsəm, o xeyri yoxdur da, yəni. Ajda Pekanın o günləri bacısına baxıram mən. Görürəm ki, üzdən cavanda çox əməliyyat eləyib axı. Amma dərisinə baxıram ki, burada qırışları var, sallanma var. Bu yaşla əlaqəlidir də, yəni. Ona mən neyniyə bilərəm ki?
Dırnağımı xanımın deyilir. 15 gündür ki dırnağım yoxdur. Çünki zədəliyiblər əllərimi. Las Vegas. Las Vegas teşekkür eləyirəm. Allah razı olsun, var ol. Ruzun bol olsun, hörmətli olasan. Bəli, qaş düzəldirəm. Səhifədə nömrəm var. Sizə gəlin bir maraqlı bir şey danışım. O günləri maraqlı bir şey deyəndə ki, bu bəzi qızların özlərini dağın başına qoyub burası sürüşüb düşməklərindən danışmışdım. Nə deyir? Hə. Deməli, Padrugamın burada şeyi var, butik var. Gedmişəm ora. Butik də üzü yola baxır. Elə bir maşın gedir, gəlir oradan. Bir dənə qız maşının qapısını aç, dəli kimi düş. Prama gir şeyə, butika. Mən də bildim ki, o məni gördü elə elədi. Prosta məni görmürsən, yəni mən sadə adamam. Dur, mənə bir salam ver. Mənə salam cavab vermədi. Mənə görə düşüyə, mən onu gördüm. Qapının ağzında məni gördü, oğlana dedi saxla. Saxladı, girdi içəri. Bəlkə də baxır mənə. İndi paltarları seçir. Elə bildi ki, mən buna belə eləyəcəm. Yəni sən mənə belə eləmə, sən niyə eləyirəm ki? Çəkildim qırağa sakit, söhbət eləyirəm butikin yəsinə, lamiyə ilə. Qız paltarı götürdü, giyindi. Giyinəndən sonra çıxanda belə elə, siz qaş ustasısınız. Dedim, az eşitirsən, sən mənə çox gözəl tanıyırsan. Kəsdi səsini. Çıxandan sonra mənim o geyindiyim dəst var, onu da baxdı, bəyəndi. Sonra başqa bir şey götürdü. Çıxandan sonra da mənə dedi ki, mən sizi oxşadıram. Dedim, sən mənə gözləsəm, dedim, mənə görə maşından düşdün, qaçdın. Oğlan hələ maşını saxlamadı, sən qaçdın. Salam verginəndə. Çox danışırsan, sən. Çox danışdın, canım. Hə. Bir salam ver də adama. Mənə görmüsən, o qədər mədəni insanlar var. Mənə görəndə salam verirlər. Mən də öpürəm onları, qucaqlayıram. Maşından düşür, tilpaşlığa baxdımdan. Sizlik qaşlı. Dedim, az mən 6 ildir TikTokdayam, heç indi qaş ustasıyam da 6 aydır. Bu köyündə nəsə demək istəyir tilpaşlığımdan. Kipriləri özüm eləyirəm, aşkım. Yuxarısını da kleysini yaxşı eləməmişəm, onu da düzəldəcəm. Ondan qabaq bir dənə arvad vardı, rus yazısı. Mənə belə də, ay ya, rus dilində mənimlə danışdı. Mən səni dedi, izləyirəm, o yan bu yan mədəni adamdır. Az bu tilpaş. Mən belə eləyirik. Sən mənə deyir, tanıdın. Dedim, yox, sən mənə tanıyırsan, maşından düşdün, qaçdın. Mən səni tanımıram. Az niyə çıxardıram? Birazdan müştəri evinə geyəcəyəm. Müştərim var, gedirəm qaş işləməyə. Azlab tanıyaram, qurban olaram sizə. Mən hamınızı çox istəyirəm. Amma zəhləm gedir, elə şeylər eləməyin. Qaş işləsidir bu. Hamınız mənə TikTokdan tanıyırsınız. Qranatdır, balacasından tutmuş böyüyünə qədər. Hamısı, yaşlısına qədər. 3-cü mikrayında bir gün saat 1'de yol keçirəm, maşın sürürəm. Yaşlı qadın yol keçirir. Mənə belə deyir. Dedim, ayılı maşının içindən arvad məni tanıdı, gecə saat 1'dir. ildə TikTokdayam da. 22, 23, 24, 25, 26, 5 ildir də. Mən də çaşıb 6 il deyirəm, üzürürsən. Diyan ablam. Bunu evə girib düzəldəcəm uşaqlar. Bu xoşuma gəlmədi, bu amma xoşuma gəldi. Məni qanatmadı, əlimi çox sağ ol. Məni qanadım çıxırım. Yox, özüm düzəldirəm, nə yiyirəm? Kırmızı eləyəcəm qızlar. Kırmızı yaxşıdır. Saçları satmışam. 2 dənə saçım vardı, satdım. Çox qəşəng saçlar idi qızlar.
kameraları. Səhər də ekranım sınmışdı, getdim onu dəyişdirdim. Canlı dayamayım. Aycan abla canlıda yemek kurban olaram sana, yaz bura. Modun yoktu, var, ne olur ki, kim ne deyir ki? Saçım yaşlı. Az dünəndən yıxılıb ölüb yatmışam, saat 11 idi yatmışam. Sonra Raul durdu, yuxudan telefonumu vurdu, sındırdı. Əlindən düşüb, gəlib mənim telefonumu gizlin götürüb, başı qalmışdı elə bil. Götürüb sındırıb, səhər getdim 100 manat verdim, ekranını dəyişdirdim. Götürdüm, sonra telefonun WhatsApp'ı donurdu. Gedim gələ kreditə abla telefon götürüm özümə. iPhone 14 görüm neçəyədir, gedim götürüm. Ya 28'dən alım ya da Bakı Elektronik'dən. Bu işləmir. Kamera çağırır sen. Telefonum işləmir abla. Gedim gələ telefon alım özümə. iPhone 17'dən naxaq aldım ha mən uşaqlar. Çox naxaq aldım. Çox. Boğazımdan kestim, 2700'e telefon aldım. Başım çatmır. Çok naxaq. Gittim hamı aldım, hem de aldım. Neyinirdim ağız? Ne lazımdı? Ne lazımdı? Yaxşı çəkmir, xoşlamıram. Yo, mənim telefonum çox gözəldir. Mən Bakı Elektronik'dən almışam. Mən onun kimi 28'in o bəzi fiktivni yerlərindən almamışam. Mənim telefonum gözəl telefondur. Prosta çəkilişi iPhone 14'e çata bilmiş. iPhone 14 başqadır. Yaxşı ablam, bu saçlarım da gözəldir. Hələ bunu 2 dəfə işlədəcəm. Çox qəşəngdir. Bax. Həmən saçdandır ya. Quran haqqı. Bu həmən saçdandır. Həmən saçdan. O sarı kimi deyil. Sarı deyil, klokdadır. Sarını da gələk satmayı. Kimsə istəsə yığa bilər. Kare də yığa bilər. Nə də yığa bilərsiniz. Yo, Cafqa. Deyil, 13 burada. Deyil, nə gündədir sən Allah. Ən yaxşısı 14'dür. 14 balaca. Mən də balaca idi satdım. Neçəyə satırsan? Sarını bilmirəm qızlar. Sarı 200 qramdır uşaqlar. Onun 100 qramını 220 manat almışam. Kristaldakı. Apşırı süt, hə, istəyirəm. 200 qramını 150'ye sataram. Kimsə istəsə yazsın mənə. Onun yeniləri də var. Bir 30 qram zat, təzələri də var. 170 qram zatdakı şeydir, işlənmişdir. 150'ye sataram, 200 qramdır. 200 qramdan çoxdur. Onun 100 qramını siz verəsiniz 220'ye. 3 sene kullanıyorum. 200 qramı 150'ye, bəli. İstəyirsə yazın, sarı saçım. Şey diyeceğim. 30 qramlıq azdır. İstəyirsə səhifədə nömrəm var, maşındadır saç. Elə salondan çıxartmışam, klokdadır. 30 qramı da evdədir. Evə qalxacam birazdan, göstərərəm sizə. Sarı saçlı, hə. İşlənməyib canım, bir ay başımda saxlamışam. Qızlar bilir də. 100 qramını 220 manat almışam. 200 qramdır. Uzundur, hə, deyib bunun kimi.
Nə qədər? 30 mənə satarsan, uzunluğu deyib bunu. Evə gedim yadıma sal. Səhifə nömrəmə yazın, mən qeyd edeyim, sizə WhatsApp-da atım. 30 manat. Uzunluğu 75-80. 75-80'dır. Mən saçları elə alırım. Ya akıllı üstünü tüpçü yapıştıra bilərəm. Yapıştıra bilərsən. Problem yox. Yox, problem olmaz. O tez öyrənir. Səndən niyə şey soruşur? Bilmir. Hadi tez öyrənirdi. Yox, üçün işdir. Ben niyə soruşursan, nə üçüldür? Ben 6 aydır qaş ustasıyım, heç kimə zəng eləməmişim. Heç kimin dəlişini bəyənmirəm. Mən bu söyləməmişəm, ona görə soruşursan. Aksın bu da hər adam Sən var, çox sağ ol. Yazın düşmür canım, yox. Qaşımı almıram qızım, yox. Hələ qısa. Hə, sən girən Mənim qaşımı eləyən qız kurs keçib. Mənim qaşlarıma bax, kursa gedib. Dərs keçib ha. Mən dərs keçməmişəm. Mən səni necə öyrənmişəm? Belə əlinin altında belə sağa sola baxa-baxa oğramışam. Onda öyrənmişəm, orada biz oxuyuruq. Məktəb kimi oxuyuruq. Oxuyub imtahan veririk. Abla evə çatım ataram sənin şəklini. Nömrəm var da məndə. Çox sağ ol Leyla, təşəkkür eləyirəm. Dünəndən dişlərimi yumamışam. Dişlərimin qıraqlarımızı yeməkdir. Səhər durub bura gəlmişim. Amma təfsir Afələ bildim çatdırmayacağım. Durdum teçişimdim. Rağla apardım koydum. Durdum teçişimdim. Kipriklərimi də arsız koydum. Dünənləri vicdan əzabı çəkdim ki, ay Allah, mən bu qıza dedim ki, gəlirəm, dəli elədim mən səni. Saat 2-dən dəli eləmişəm Onsuz da səni. başqa klient qəbul elədi. Hə, ay Allah, şükür, şükür Allaha. Mən şükür. Şükür, şükür. Və qız da yalvarırdı, çal eləsi ki. Hep onu duasın. Çox sağ ol, Allah razı olsun. Qoy quzum. Kızlar gəlin nə qəşəng işlədi. Mən baba aşağıda ağlar görürsüz. Onlar mənim zədəli barmaqlarımdır. Hamısı gedib. Nə iyrəncdir, nə xanım. Nə. Çox sağ ol Zəhram. Var ol, çox sağ ol. Bütün təbriklərə görə çox sağ ol. Allah razı olsun. Mamam səhər deyir ki, bir ad gününü deyir, Hollywoodda eləmir ki, yığılaq oturaq. Dedim, az nə qarırsanız, Hollywood nə də az, kimi çağırmaz. Uşaqlar, mənim çevrəmdə, mənim dara düşəndə zəng elədiyim dostlarım yoxdur deyənə, mən onların heç birini stolu yığıb çağıran qız deyiləm. Hamısı pula görə ad günü eləyir, amma mənim pula ehtiyacım yoxdur. Mənim yaxşı dostlara ehtiyacım var. Mənim də ətrafımda yaxşı dostlarım yoxdur. Ona görə mən ad günü eləmirəm. Elə adamlar var ki, onları az fərq eləyir. Kimi gəldi çağırırlar. Yaşayışından, həyat tərzindən asılı olmayaraq pula görə ad günü. Səbişim, necəsən aşkım? Mənim hörmət elədiyim insanlar var. Amma ki, tam ailəmin içi yoxdur. Mən uşaqlarımın da ad gününə görün, bir dənə adam görmüsünüz, 5 ildir də tanıyırsınız, kimi çağırmışam, heç kimi. Bir dəfə qələt eləyib bir nəfər var, ondan oturmuşam, səhv eləmişim. Mən heç vaxt ailəmi yaxın buraxan adam deyiləm. Olub da indi özüm də yaxın buraxdım, özümü səhv də elədim, boş ver. Nə bilim, mən də xoşlamıram. Mama da səhər şəkər həkiminə gedəcək, müalicə almalıdır. Mama yaxşı deyil. Sabah həkimə gedəcək ki, şeyləsin. Adı nədir? Vallasan deyir. Hardan qızlarsan sən ki? Kişi sifəti var səndə. Nə gözəl. Mən deyəcəmsə kişi sifəti var, bayra çıxanda 20 dənə oğlan keçirsə 15-i mənə baxır. Sən heç baxan yoxdur. Nömrəsi var mənə. Ha, yox, 28 manat. Bax. Hə, sən soruşma görmə, nə deyir?
Sen burada bir saat gelsin, sen gidersin. En güzel dost onun pis günündə yanımda olanlardır. Yaxşı gündə hamı sali için salatla aşa gəlir. Allah'ın da olsun. Mənim elə günlərim olub ki, heç kim mənim yanımda olmayıb. Neynirəm, az mən onları ad gününə çağırım. Ad gün deyileyim. Sali için salata görə harda eləsiz, o zamı gələcək. Aş, sali için salat. 20 nəfər gəlir, 50 manat tutur əlində. Yəni bu həmişə var. Sabah mama gelini götürüp şeye giderik de. Deyirəm Şuşa restoranına gedək. Oranı da çox elə bəyənməmişəm, nə bilim. Ömrünüzdən gedir, saçın salonunda ad günü itməyə xoşlayacaksınız. Sence bundan tırnağımızdan ara hiç bir damcı da olsa uzanacaktı. Kopartmasan yavaş yavaş. Yok kopartmam, zəhləm gedir qoxub. Səbriyəm, uzarlarıq altıma akıl. Kəs, üstünü təmizləyərik, akıl vurarıq. Üstünü təmizləyərik, akıl vurarıq. Düzələcək Allah onu. Tamam. Ben sen değilsin ama senin de akıl gelende oldum. Sevgilin səni alıb. Az bəsdir. Az bəs. Sevgilim məni heç də almayıb. 10 manatlıq bezim vurub. Statusda paylaşacağım, bakarsın. Aparatla eləmirsən, yaxşı. Eləyəcəm, sonra aparatla onun üstünü təmizləyəcəm. Amma az yandırır, çox yandırmır. Çox güclü tutmuram üstünə. Biraz qurduram, özünə gələndən sonra yenə qurduruq. Yaxşı. Meroş yox, yazım düşmür. Tipsi değil bu. Gel tipsi. Ha, gel tipsi. Dırnağım yoxdur, xarşı. Ama bir tane. Üst forma saxlamaz bu dırnaq. Ha, yox. Sən inanırsan ki, öz forma özüm dərimdən çıxardım, qanın içində çıxartmışam əsəbimdən. Forma saxlamaz. Ona görə də əyrilik yalanında dırnağında. Əsəbimdən elədim. Üstündə əyrilik yalanında. Çox sığır. Üst forma gellə işlənir, poligellə işlənir. Poligel vapşe şey ağır. Daha eləməyəcəm. Ancaq bunlarla mənim dırnağım getdi. Mən sonra qatıqladım, qoşuldum bu TikTok'un şeylərinə, dırnaq ustalarına. Getdim yanlarına, əllərimi üstünə qoydular. Mən heç vaxt o səhvi buraxmamışam. Bir dırnağıma, bir də kosmetologuma heç vaxt reklamdan geçməmişəm. Getdim deyib, əllərim bugünə qaldı. Yaxşı, zamanını söyləyəcək. Çok sağ olun, təbrikləri görə. Allah razı olsun, var olun, çok sağ olun. Tırnağımı eyni rengi eləyəcəm, narahat olmayın. İkisi kırmızı olacaq, biri uzun, biri kısa. Başlayalım. Ben rakamlarına bakın. 8, 5, 1, 0, 8, 0, 2, 1. Alttan şey... Tipsiden qabağı nə vurmuşdu? Xanım şeyə görə vurmuşdu. Getdim yudum. Remover. Remover.
Özün istediği var ki çok yani serviste kaldı. Hani maddi durumun pisdir. Sədrəydən get iç giyimləri götür saat. Çorap götür saat. Vallahi mən elə eləyirəm. Allah'ın olsun. Mesela o gündən getdim 1700 manat kapital bir bankdan götürmüşəm. 700 manat bir şeyimi vermişəm. Bir aylıq kreditim var idi. Maşınımın remontuna vermişdim. Qaldı yerdə 200 manatı uşaqlara papaltar aldım. 800. İndi Sədrəydən zaten papaltar vurup satacağım. Vallahi tutsun deyil. Yəni məndən artıq qız deyilsən ki. Mecbur tanınmış adamam. Əlimdə tuturam 15 manatı 20 manatı nə esti satıram. Sən kimsən? Gedirəm o cür duxuları oğlanlara deyə ki indirim eləyin sən Allah. Düzəldirəm onları, yağını alıram, suyunu alıram, əziyyət çəkirəm, düzəldirəm, nəfəsimə dolu. Düşün deyil də. Kimsən ki oturmuşsunuz burada, kart koyursunuz, dilənirsunuz, səhər açılır, axşam heç. Özün götürmek istemiyorum. Boşluk var. Özün dolur. Benim gözlerim dolsun. Işık bakalım. Ağzını odalar kesin ve kesin küçüğü var. Farda böyle kalsın. Evet. Nasıl bir kadın o? Sağ ol. Ben sana kalktım mı istiyorsun? Yo, əziyyət çəkmə, rahatçılıq öyrəniblər də. Hərəsi bir dənə TikTokda səhifə açır, kart koyursun. Cəmaət əziyyət çəkib iş görür. İşləyin də, gedin dırnaq ustası olun, gedin kosmetoloqluq öyrənin, saç ustası olun deyir. Burada bir qız var, uşaqdır. Bu qız neçə ildir orada işləyir? Mən elə bir 3 il gəlirəm. iştirsən. Burada neçə il işləyirsən? 5 il, neçə yaşın var? 21 yaş, onda neçə yaşından işləyirsən? 15 yaşından bu qız burada gəlir işləyir. Artıq siz az gedin işləyin də, öyrənin də. Mən burada elə 5 ildə, 6 ildə Xırdalanda qalım, bu qız elə buradadır. 15 yaşından burada işləyir. İndi saç da eləyə bilirsən, hə? Asvetleniya filan. Koloristi öyrənib, əlinin əziyyəti ilə işləyir. Gidin işləyin də. Oturublar evdə, bir dənə səhifə açıblar, hərəsə bir dənə kart. Öyrənin də. Bu xanım özü gedib təhsil alıb, öyrənib, həm işləyir, həm gedib qıraqda təhsil alır ki, qoy daha da irəliləyiş eləsin dırnaq ustalığını. Süzsün, kimsən ki? Adı Günaydı adı onun. Yo, Firo. Təranəni tanıyırsan, yo. Gel lan. Tanımazsın gel. Bu kızıllar. Heç vaxt özünüzə gündəlik iş seçmeyin, özünüzə peşə seçin. Peşəniz olsun, işiniz olsun. İndi mən baxmayın, mən Sürümüz var da, nə dəxli var? Peşə olman rahat. peşə çox gözəldir. Mən indi Allah qoysa bir-iki işlərim var, onları həll eləyim. Öz evimin qabağında bir gözəl bir yer düzəldəcəm və mənim orada gündəlik işim olacaq. Özümə kiçik balaca bir süzür hamamımız boyda vallahi bir yer düzəldəcəm. Mən orada qaş ustalığımı eləyəcəm. Rahat işimi işləyəcəm. Çünki adamın əlinin işi çox yaxşıdır da yəni. İnşallah günümüz olsun. Bir saate kurtararıq, hə aşkım? Çok kalmaz ha. Rağlın dalıcı geçir. Ne kadar kısaldın? Elə bir əlimdə aparat tuturam mən. Hələ o qədər bəsdir. Hə. Bestelerimiz sadı gelmiştir. Aparata mani olmasın ha. Hə, ruçka kimidir də. Əlcəyi keçirdən də rahat işləyir. Makineleri ben sırasını
Baxarsan da qısaldaran Hə, füsusu əladır. Füsusu narahat olma, əladır. Ərindən danışan videoya baxıb ölürüm ki, hansı boşanmaq teması. Az zarafat eləyəm. Valla mən nə əziyyətlər çəkmişəm ailə quranda. O qonşularım görüb valla. Mənim elə günlərim olub ki, uşaqlarıma görə danışmaq istəmirəm ki, heç vaxt nifrət istəməmişəm oyansın. Yəni mən keyfimdən ayrılmamışam. Atasız qızlar heç vaxt keyfindən boşanmır. Sən dallarında qardaşı, atası olan qızlarla bizə eyni bilmə. Prosta ki, sizi güldürürəm də. Hə, boşanmışam çoxdan. Sen bunları götürür, zengin bir kaldı. Çoxdan boşanmışam. O çatada verəcəm. Siz mənimlə bir amanatmaz. Sen yanından akma. İnşallah bir dənə canlını bağlayıb, bir dənə adam var, ona zəhvurum, gülməyim var. Onun gülüm tezdən canını açıram, gözləyim.